Herkese salam, mən Ayan. Bugün sizlərlə günlük vlog çəkəcəm. Gəlin onda videomuza başlayaq. Öncəliklə onu demək istəyirəm ki, 2 ay idi ki, yox idim yəni. Bu 2 ay ərzində sadəcə 2 dənə short satmışdım. Maksimum yəni. KSG-lər, BSG-lər, Yarmilin gəlməsi falan dərkən, yəni dedim mən vlog çəkmirəm. Bugün çəkməyə qərar verdim. Bugün bazar günüdür. Bəlkə sabah da vlog çəkdim. Gəlin onda videomuza keçək. Öncelikle bu telefon silmemi düzenlemek istəyirəm. Gördüğünüz kimi burada telefona ait olan şeylerdi. Bu ikisinden başka. Yani bir de bu şeydi, fan makinesi. Yani yayda hava isti olanda bunu açıram və həqiqətən çox sərinləticidir. Mən bunu yay bitəndə almışdım. Yay bitənə yaxın. Avqustun ayında. Gördüğünüz kimi bura çox dağınıqdır. Böyle bu Leobanç'ın stikerlarıdır. Bundan 2 dənə var idi. Birisi bitdi. Bundan da 2 dənəsini istifadə etmişəm. Qulaqçığıma istifadə etmişəm. Görürsünüz. CVV kod üzərinə yapışdırdım. 2 dənəsini saxladım. Dedim lazım olar. Belə. Mən bilirsiniz. Əslində Galaxy Buds almaq istəyirəm. Galaxy Buds 3. Amma qiymətləri görəndə həqiqətən şoka düşdüm. Yəni dedim 150 manat mən bir qulaqçığa niyə verim ki? Bu Honor'un AirPods X3 Lite olan qulaqçığıdır. Bunu ondan da baha almışım. Yəni onun 2 qatına 900 manat almışdım mən bunu. Halbuki mənim telefonum Honor olmayıb yəni. Amma həqiqətən çox gözəldir bu. Yəni bəlkə də Galaxy Buds'dan belə gözəldir. Vloga bu qədər gec başlamamın səbəbini heç özüm də elə bilmirəm. Çünki qərar verdim ki, çəkim yoxsa çəkməyim. Bu arada bu saat səhvdir. Yəni saat şu anda 1'e qalıb 20 dəqiqə. 12:36'dır. Bu qardaşımın adaptörüdür. Mənim adaptörüm aşağıdadır. Bu saatımın adaptörüdür. Bu da qulaqçığıma taxıram. Başlıqları dəyişərək, bu başlıqla dəyişərək. Çünki məndə Samsung'un bu başlığıdır və burası Type-C olduğu üçün girmir. Onunla yəni adaptöra şarj eləyə bilmirəm qulaqçığımla saatımı, amma bununla şarj eləyə bilirəm. Bu çox gözəldir. Bu telefon kameramın qoruyucusudur. Üzərində bir dənəsini hədiyyə etmişdilər. Evimin açarı. Bilirsiniz ki, mənim bu şəffaf kablomun arxasında belə bundan yapı var idi, amma bu iki tərəfli idi, o isə yapışqanlı idi. Yəni direkt olaraq buna yapışmışdı, amma mən spirtlə elə gözəl təmizlədim ki, yəni yapışqandan əsər əlamət belə qalmadı. Amma bunu yapışdırsam məncə çox gözəl görünər. Yapışdıraq. Yəni rahat belə videolarımı çəkə bilərəm. Belə düzənləməm bu qədər idi. Bunlar elə yerində də qalsın. Sadəcə bu məhsullarını yəni buraya yerləşdirəcəm. Görək necə olacaq. Normalda bu qədər səliqəsiz istifadə edən deyiləm yəni bunları. Çox da dağıdan bir insan deyiləm, amma dünən axşam məsəl üçün qulaqçığımı tapa bilmirdim, amma axırda tapdım içərilərindən. Və qulaqçığımı belə qoymağa qərar verdim. Normalda belə qalmışdı. Sadəcə axşam tapa bilmirdim. Niyə bilmirəm. Dedim elə sabah video çəkərəm və videolarımda da buranı düzənləyərəm. Saatım belə qalsın, yoxsa belə qoyum. Məncə belə qəşəngdir. İndi isə özümə kofe eləyəcəm. Bu hissədən kofenin suyunu tökək. Bir nəfərlikdir. Ona görə də az tökəcəm. Kofe olaraq Jacobs istifadə edəcəm. Belə kreatin qabına tökmüşəm. Arxa hissəsi ilə də presləyirsiniz. Bu arada bu kofe apartının öz qabının içərisində gəlmişdi, yəni set olaraq. Mən belə almışam. Baxın, çox gözəl preslənir. Buradan yandırırıq. Həm südün içərisində yoxdur, həm də süd qabı yaxşı yerləşmədiyi üçün bunlar yanıb sönür. Çünki bunlar, bu ikisi cappuccinodur, balaca boy, yekə boy. Bu lattedir, balaca boy, yekə boy. Bunlar südlə olduğu üçün süd qabının həm içində süd olması, həm də yaxşı yerləşməsi lazımdır. Ona görə yanıb sönürlər. Bu ikisi isə espressodur, balaca boy, bu yekə boy. Amma mənə espresso lazım olduğu üçün bunlar mənə çox da lazım deyil. Mən indi dostlar səsimi yığmaq istəyirəm.
Belə 2 dənə aşağıdan yığacağam. Normalda saçlarım düzdür, amma əgər düzdür, çox da bəyənməsəm, belə fərqli olsun deyə saç felimlə vuracağam uclarını. Bu arada axşam əmimlə iftara gedirik. Düzdür, mən nə qədər oruç tutmasam da, çünki qalxa bilmirəm. 1-2 dəfə tutdum, amma sonra tuta bilmədim. Yəni demək olar 4 dəfə tutmuşam. Sonra isə səhərləri dura bilmədiyim üçün tuta bilmirəm. Keçən il daha çox tutmuşdum məsəl üçün, amma bu il də tutacağam, narahat olmayın. Və saçım belə oldu, məncə çox qəşəng oldu. Və belə daha qəşəng olduğu üçün vurmama qərar verdim, vurmamağa. Kombinim bu şəkildə də, amma bəlkə axşam cins şalvar geyindim. Bilmək olmaz, mən hər an fikrimi dəyişə bilirəm. İndi isə aksesuarlarımı taxacağam, daha sonrasında çantamı hazırlayacağam. Və sırğa bu şəkildə oldu. Məncə çox qəşəngdir. Makyajımı isə makyaj çantamda olan məhsullarla eləyəcəm, yəni bu məhsullar. 1-2 dənə məhsul qaldı əslində makyaj çantamda. Ten fırçası, bir də digər dodaq karandaşları. 2 dənə dodaq karandaşı var. Biri Miss Stylz, biri isə Huda Beauty'dir. Genel olaraq belə bu məhsullarla makyaj eləyəcəm. Bu Jevin primerıdır. Bunu almanızı o qədər tövsiyə edirəm ki, çünki makyajınız üzünüzdə çox gözəl qalır. Belə. Parlaq bir makyaj olacaq, çünki highlighter var. Makyajımı da elədim. Son olaraq çantamı hazırlamaq qaldı. Bu çantamı götürəcəm. Düz hələ getməmizə 2 saat var, amma mən həmişə qabaqcadan hazırlaşanlardanam. Bu da onun ipidir. Bunu taxmasam da olar əslində, amma taxmaq istəyirəm. Niyə bilmirəm. Çünki iplə daha gözəldir məncə mənə görə. Belə taxım. Həmişə çaşıram, səhv yerə taxmışam. Bura taxılır. Bura. Əsas məsələ, çantamda nə var? Və yaxud ki, çantama nə qoyacaq? İlk öncəliklə açıram və içi bomboş. Çünki mən çantalarımın içini boşaltmağı daha çox sevirəm. Yəni, çantamın içində heç nə olmasını sevmirəm. Şkafa qoyanda da, yəni, normalda ama sevirəm. Pul qabımı qoyacağım. Qulaqcığım. Və adapterimi qoyacağım, amma ondan əvvəl telefonumu zaryadkaya qoyacağım üçün onu axırda qoyaram. Belə. Bu şəkildə oldu. Bu sırğalarımı həqiqətən çox sevirəm. Dizaynları çox gözəldir. Baxın. Kristal dizayn deyirlər məncə buna. Ya da ki, mən bunu daha çox armuda oxşadıram. Bunu küpələrimin yanına qoya bilərəm aksesuarlarımın içərisinə. Mən bilirsiniz ki, aksesuarlarımda sırğa yeri var, üzük yeri var və biləzik yeri var. Sırğalarımı çıxartdığıma görə baxıma keçə bilərəm. Nəmləndirici olaraq bu nəmləndiricini istifadə edəcəm. Bunu həqiqətən çox bəyənirəm. Gördüyünüz kimi artıq az qalıb içərisində. Faberlic'in içərisində E vitamini olan dodaq balzamından sürtəcəm.
Coğrafiya ilə kimya qalmışdı. Kimyadan dərsimi oxudum. İndi isə coğrafiya qaldı. Coğrafiyadan dəftərdəki fəaliyyət yazmaq idi. Bir də iş dəftəri idi. Bir də ki, dərs öyrənmək idi. Mən dərsi öyrəndim. Sadəcə fəaliyyət ilə iş dəftəri qaldı. İndi isə fəaliyyəti yazıb iş dəftərini keçəcəm. Günün ikinci kofesi. Kapuçino eləyəcəm.